Mətanət xanım deyir ki, mən Canananı, yəni onun keçmiş gəlini, deyir mən onu konsertə dəvət etməmişəm. Özü bilet alıb gəlib. Canana yaxşı qızdır Mətanət xanım. O həmişə sizinlə bağlı yüksək belə ifadələr işlədir. Düzdür, o konsertdən sonra çox söz-söhbət yarandı. Mən də Cananıya dəstək oldum. Bir nəfər aparıcı kişi onun fotosunun altına ağzına gələni yazmışdı. Çox xoşa gəlməyən ifadələr işlətmişdi. Mən Cananıya dedim ki, Cananı, mən sənin yanındayam. Məhkəməyə gedəcəksənsə mən də gələcəm. Yəni bizdə var da bəzi belə adamlar düşünürlər ki, Azərbaycanı bunlar yaradıb, dünyanı bunlar yaradıb, qarşıda heç nəyi görmürlər. Arxaya baxın. Arxaya baxın. Çox adamlar olub, mənəm televiziyalarda. Bir adlarını deyim. Hardadılar? Heç izləri, soruqları da yoxdur. O deyir, itin hörməti var, onların heç hörməti də yoxdur. Yəni bu son günlərdən danışmıram. İndi deyirsiniz, Xoşqədəmi deyir, Elgizi deyir, nə bilim. Yox. Elə ondan əvvəlkiləri də deyirəm ki, hardadılar? Bütün televiziyanı idarə edirdilər. Hamı bunların idi. İndi mən, yəni Cananıya mən çox sevirəm. Canananı yaxşı xanımdır, qaynanasına dəyər verəndir. Deyir ki, söhbət açıblar, bir verilişdə sual veriblər ki, Cananla bağlı. O da deyib ki, mən Cananıya bilet göndərməmişəm. Sağ olsun, gedib bilet alıb, konsertimə gəlib. Bu yaxşı bir şeydir. Siz də dəyər verdiniz onun gəlməsinə, bilet almasına. O da görürsünüz ki, incimədi ki, qaynanam məni konsertə dəvət etməyib. Görürsünüz, gəldi, oynadı, rəqs etdi. Hələ o konsertdən sonra nə qədər ona təhqirlər yazdılar. Mətanət xanım, inanın ki, sizə görə Canana o qədər təhqir olundu. Amma belə dözdü, möhkəm oldu.